Gəl etiraf edək. Neçə dəfə özünə söz vermisən? Bu il tamamilə fərqli olacaq. Bazar ertəsi idmana başlayıram. Sabahdan ingilis dilini öyrənəcəm. Gündə 50 səhifə kitab oxuyacam. Biznes quracam və s. Hər ilin əvvəli və ya hər bazar ertəsi eyni ssenarini yaşayırıq, elə deyilmi? Başlayıb ilk bir neçə gün özümüzü super qəhrəman kimi hiss edirik. Hər şey əla gedir. Səhər 6-da dururuq, qaçırıq, oxuyuruq. Bəs sonra? 3-cü gün yorğunluq, 4-cü gün bəhanələr, 5-ci gün isə köhnə hamam, köhnə tas. Təxminən 2 həftə sonra o yanğın sönür. Yorğunluq başlayır, motivasiya ölür və biz köhnə vərdişlərimizə qaydırıq. Üstəlik, özümüzü daha pis hiss edirik. Mənim iradəm zəifdir, mən tənbələm, məndən heç nə olmaz. Bütün bunlar tanış gəlir. Özünü günahlandırma. Sən iradəsiz deyilsən. Problem sənin iradəndə deyil. Problem sənin beyninin işləmə mexanizmini səhv başa düşməyindədir. Sən dağa dırmaşmaq istəyirsən, amma qaçaraq çıxmağa çalışırsan. Təbii ki, nəfəsin kəsiləcək. Bəs sənə desəm ki, Yaponların tənbəlliyi məhv etmək üçün istifadə etdiyi, cəmi 1 dəqiqə tələb edən bir sirri var. Hazırsansa, gəl həyatını dəyişək. Bu videoda sənə Yaponiyanı xarabalıqdan dünyanın ən güclü ölkələrindən birinə çevirən, amma çoxumuzun bilmədiyi 1 dəqiqə qaydasından və ya digər adıyla Kaizen fəlsəfəsindən danışacağım. Hazırlaş, çünki bu metod tənbəlliyini kökündən məhv edəcək. Əvvəlcə gəl başa düşək, niyə biz yeni işə başlayanda tez bezirik? Gəl məsələnin kökünə enək. Niyə biz böyük hədəflər qoyanda uğursuz oluruq? Beynimizdə amigdala adlanan qədim bir bölgə var. Bu bölgə bizim təhlükəsizliyimizə cavabdehdir. Qədim dövrlərdə o bizi şirdən, pələngdən qoruyurdu. Beynimizin ən qədim hissələrindən olan amigdala dəyişikliyi sevmir. Sən birdən-birə hər gün 1 saat idman edəcəm deyəndə bu kəskin dəyişiklik amigdalada həyəcan siqnalı yaradır. Beyin bunu təhlükə kimi qəbul edir. Çünki beynin üçün istənilən böyük dəyişiklik enerji itkisi və risk deməkdir. Nəticədə beyin səni qorumaq üçün blokada yaradır. Sən buna tənbəllik deyirsən, amma əslində bu beyninin müdafiə mexanizmidir. Bəs bu müdafiəni necə keçmək olar? Cavab sadədir. Amigdalaya hiss etdirmədən, barmaq ucu ilə hərəkət edərək. Elə kiçik addımlar atmaq lazımdır ki, beyin qorxmağa vaxt tapmasın. Gəlin, Yaponların 2-ci Dünya müharibəsindən sonra dağılmış iqtisadiyyatı bərpa etmək üçün Kaizen fəlsəfəsini necə tətbiq etdiklərinə baxaq. Bu sirri başa düşmək üçün 1945-ci ilə Yaponiyaya qayıtmalıyıq. Ölkə darmadağın olmuşdu. İqtisadiyyat yox idi. Amma cəmi 20-30 il sonra Yaponiya dünya nəhənginə çevrildi. Bəs bunu necə etdilər? Onlar qərb ölkələri kimi inqilabi dəyişikliklər etmədilər. Onlar Kaizen fəlsəfəsini mənimsədilər. Kai, dəyişiklik, Zen, yaxşılığa doğru deməkdir. Yaponlar demədi ki, bir günə dünyanı fəth edək. Onlar dedi ki, dünənkindən sadəcə 1% daha yaxşı olaq. Məntiq sadə idi. Bir günə mükəmməl fabrik qurmağa çalışma. Sadəcə hər gün, hər işçi öz işini dünənkindən biraz daha yaxşı etsin. Şurupu biraz daha bərk sıx, döşəməni biraz daha təmiz saxla. Cəmi bu qədər. Bu kiçik gözə görünməyən dəyişikliklər illər ərzində toplandı və Yaponların keyfiyyət simvolunu yaratdı. İndi isə gəl, bu maraqlı metodu sənin həyatına tətbiq edək. 1 dəqiqə qaydası, Kaizen fəlsəfəsi. Bəs bu fəlsəfəni sən öz həyatına necə tətbiq edə bilərsən? Çox sadə. Hər gün 1 dəqiqə vaxt ayıraraq. Əgər kitab oxumaq istəyirsənsə, hər gün eyni saatda sadəcə 1 dəqiqə kitab oxu. Bəli, səhv eşitmədin. Cəmi 60 saniyə. Kaizenin şəxsi inkişafdakı qarşılığı 1 dəqiqə qaydasıdır. Təsəvvür et ki, kitab oxumaq istəyirsən, amma heç cürə başlaya bilmirsən. Özünə söz ver. Mən hər gün eyni saatda sadəcə 1 dəqiqə kitab oxuyacağam. Diqqət et, 1 saat yox, 10 səhifə də yox, sadəcə 60 saniyə. İndi deyəcəksən ki, 1 dəqiqəyə nə öyrənmək olar? Burada məqsəd nəticə deyil, məqsəd vərdiş yaratmaqdır.
Burada bir hile var. Bir dəqiqə o qədər gülməli və az bir vaxtdır ki, sənin beynin buna etiraz edə bilmir. Tənbəllik etmək üçün heç bir bəhanən qalmır. Amma sən o bir dəqiqəni edəndə ən vacib şeyi etmiş olursan. Başlamaq bariyerini aşırsan. Sir bundadır. Sən hər gün eyni saatda bir dəqiqə bunu edirsən. Bir müddət sonra beynin buna öyrəşir, qorxu yox olur və istər-istəməz sən o bir dəqiqəni 5 dəqiqəyə, sonra 20 dəqiqəyə qaldırırsan. Amma artıq zorla yox, həvəslə. Fizikada bir qanun var. Duran cismi hərəkətə gətirmək üçün lazım olan enerji, hərəkətdə olan cismi saxlamaq üçün lazım olan enerjidən qat-qat çoxdur. Bir dəqiqə qaydası səni hərəkətə gətirən o ilk təkan qüvvəsidir. Bir dəfə başlayandan sonra çox vaxt görəcəksən ki, kitab əlimdədir, qoy 5 səhifə də oxuyum, deyəcəksən. Riyazi sübut, 1% qanunu. Gəl sənə bu fəlsəfənin riyaziyyatını göstərim. Əgər sən hər gün sadəcə 1% inkişaf etsən, bu demək olar ki, hiss olunmur. İlin sonunda isə sən ilin əvvəlindən 37 dəfə daha güclü, daha ağıllı və ya daha bacarıqlı olursan. Amma hər gün 1% geri getsən, ilin sonunda əlində demək olar ki, heç nə qalmır. Əksər insanlar lotereya udmaq kimi birdən-birə uğur qazanmaq istəyirlər. Uğur isə lotereya deyil, uğur hər gün kiçik-kiçik toplanan vərdişlərin nəticəsidir. Amma burada bir tələ var. Kaizeni tətbiq edərkən çox insan səbirsizlik edir. İlk gün 1 dəqiqə edib, ikinci gün mən bacarıram deyib 30 dəqiqəyə qalxırlar. Bunu qəti şəkildə etmə, bu səhvdir. Vərdiş tam oturuşmayana qədər, məsələn, 1-2 həftə, mütləq o kiçik müddətə sadiq qal. Hədəf nəticə deyil, hədəf zənciri qırmamaqdır. Unutma, böyük uğurlar kiçik addımların cəmidir. Böyük xəyallar qurmaq gözəldir. Amma o xəyallara çatmaq üçün atacağın addım o qədər kiçik olmalıdır ki, büdürəməyəsən. İndi səndən bir xahişim var. Bu videonu bitirən kimi həyatında dəyişmək istədiyin o şeyi seç və sadəcə 1 dəqiqə onunla məşğul ol. Sadəcə 1 dəqiqə. Özünə sübut et ki, sənə mane olan şey işin çətinliyi yox, başlamaq qorxusudur. Əgər Kaizen fəlsəfəsi sənə maraqlı gəldisə, bu videonu bəyən və kanala abunə ol. Əgər Kaizen fəlsəfəsini bəyəndinsə, bu videonu dostlarınla paylaş. Bəlkə onların da bir təkana ehtiyacı var. Kanala abunə olduqdan sonra şərh bölməsində fikirlərini yazmağı da unutma. Növbəti videoda görüşənədək. Hələlik.